Mərhəmətli və rəhimli Allahın adıyla. Bugünkü mövzumuz din və real həyatın gerçəklikləri barədədir. Din hər bir insanın fitrəti ilə bağlıdır. Sən tək ikən mənəviyyatınla öz özlüyündə düşündüklərini belə onda taparsan. Məsəl üçün, yaşlı bir müəllim var. Hələ qızlar təzə-təzə şalvar geyməyə başlayan vaxtlarda bu adam bir qızı şalvar geyindiyi üçün qəsdən imtahandan kəsmişdi. İndi isə həmən kişinin nəinki qızı, gəlini, hətta qoca arvadı belə şalvar geyinir. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm bir hədisdə buyurmuşdur ki, bir-birinizi qınamayın, qınadığınız o şey öz başınıza gəlmədən ölməzsiniz. Baxın, din budur. Keçmişimizi və bugünümüzü əhatə edir. Həmçinin kommunalların qalxması, işsizliklə bağlı deyinən insanlara mən hər zaman bir məsəl çəkirdim. Keçmiş zamanlarda bir padşah olub. O öz filini yedirtməkdən cana gəldiyi üçün bunu kənd cəmaatına həvalə edib. Bundan bezən kənd cəmaatı da bir gün padşaha qarşı üsyan etdikdə ələ keçirilənlər padşahın yanına gətirilmiş və onlar qorxudan padşah sağ olsun. Bu fil tək darıxır, imkan varsa bizə bir fil daha alıver ki, o darıxmasın, demişdilər. İnanın ki, bu məsələ çəkdiyim günlərdə bir yuxu gördüm. Mənə zəng gəldi və açdım, məni canlı efirə bağladılar. Və efirdən də mənə həmən bu barədə, kommunalların qalxması, işsizlik barədə sual verdilər. Təsəvvür edin. Hər bir insanın söz ehtiyatı, arxiv həyatı olsa da, bu senarini mən düşünüləcək dərəcədə deyildim. Şübhəsiz ki, bu da Allahın bir imtihanı, elmidir. O ki, qaldı işsizlik, kommunallar, kasıblıq və s. kimi mövzulara, gəlin biraz da günahları özümüzdə axtaraq. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur ki, bəlalar, müsibətlər, günahlar artan yerə gələr. Bu yaxınlarda iki yerli ilə bir yerdə idim. Bunlar bir-birindən hal-əhval tutanda biri o birisinə dedi ki, kənddə vəziyyət çox pisləşib. Artıq kim kimin əridir, kim kimin arvadıdır bilinmir. Şübhəsiz ki, bu mənzərələr hər birimizə çox tanışdır. Allahın elmi bir ayədə deyildiyi kimi, yeri, göyü və içindəki hər şey əhatə etmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm isə bir hədisdə də qiyamətin yaxınlaşacağında qadınlar özlərini kişilərə, kişilər isə özlərini qadıncalara bənzədəcəyini demişdir. Məsələn, bu günləri bir insanın, iki insanın şərhi ilə deyil, keçmişlə, bugünlə bağlı deyil. Yəni, hər bir mənzərə ilə, hər bir səhnə ilə özünü göstərməkdədir. Bu, dünya görmüş insanın gözündə bugünkü translara qədər gəlib çıxmış bir şərh ola bilər. Amma öz səviyyəsinə, düşüncəsinə görə olan bəzi insanların isə, məsəl üçün, bu şalvar geyinən qadın da ola bilər. Bu arada onu da qeyd edim ki, Allah hicabı əmr etdiyi ayənin sonunda isə buyurur ki, bu onların tanınması və incidilməməsi üçündür də. Təsəvvür edin, bu günləri qadınların geyimi bir-birindən fərqlənmir. Yəni, onun üçün də hər kəs bir-birinə, hamıya şübhə ilə baxırsan. Lakin hicablı bir qadın yoluna getdiyi zaman ona bir maşın saxlayıb, onu incitmir, narahat eləmir. Bu ayədən 14 əsr keçsə də, sanki Allah incəliyinə qədər bunu bizə bildirmişdir. Və sonda onu da qeyd edim ki, İslam dini həm inanclarla bağlı olduğu kimi, həm də həqiqətlərlə doludur. Məsəl üçün, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, bir kişi Allaha tərif olaraq bir xoş söz dedi. Və bu zaman Peyğəmbər buyurdu ki, ey filən kəs, mən bu sözü Allahın yanına qaldırmaq üçün bir-biri ilə yarışan bir neçə mələk gördüm. Təsəvvür edin, bizim ağzımızdan çıxan heç bir kəlmə də boş-boşuna deyildir. Bu günləri onu elm ilə sübut etmişdilər ki,
hər bir kəlmə, hər bir söz kainatda dolaşmaqdadır və bunu bu səsləri qeydə alan müasir aparatlar da mövcuddur. Odur ki, gəlin qeybət yox, zikr edək. Allaha təriflər deyək. Allahı o qədər öyüb məd edək ki, din günü gəldikdə bəlkə bizə rəhm olunsun.